Görək biz nə edə bilirik uşaqlar, görək biz nə edə bilirik bu günləri. Bu günləri bizdə bazar bağlıdır, 6-cı gündür dostlar. Ona görə də biz burada belə eləyək də 100 dollarla başlayaq. Deməli 2 dəqiqə müddətinə yuxarı əməliyyat açacağam dostlar. Asiya Composite indeksdəyəm. Deməli bizdə valutalar işləmir uşaqlar. Valutalar işləmir. Nəyə görə işləmir? Çünki bugün 6-cı gündür dostlar. 6-cı gün olduğuna görə işləmir. Deməli bunu çəkək biz buradan, görək necədir. Dostlar videonu bəyənək zəhmət olmasa, əgər burada 1 dəqiqə 1 saniyə vaxtın gedəcək, videonu bir dənə bəyən və videoya davam elə baxmağa dostum. Yəni tənbəllik eləmə. Deməli trendovая liniya var bizdə. Bir dənə də lazımdır bizə. Открыть список, bir dənə də trendovaya liniya lazımdır bizə. Aha, bir dənə də trendovaya liniyanı qoyuruq bura dostlar. Qəşəng bir trendimizi çəkmiş oluruq. Düzdürmü? Görürük ki biz həmən bu trendin içində bizim qiymətimiz oynayır dostlar. Gəlin mən sizə bir analitika göstərim. Təlim videosudur uşaqlar. Ona görə də diqqətlə baxmaq lazımdır sona qədər. Ötürə-ötürə baxanlar mənə çatmır ümumiyyətlə. Niyə baxır bu videoya? Uşaqlar, görürük ki bizdə trend videosudur və bu xəttlərin arasında bizim trendimiz gedir. Düzdürmü? Görürsünüzmü? Koridordur və qiymət burada oynayır. Yuxarı çatanda aşağı, yuxarı çatanda aşağı, aşağı çatanda yuxarı. Hal-hazırda biz buradan nəyə görə əməliyyat açmışıq? Dostlar, bizim strategiyamız var. Strategiyamızda biz birinci əməliyyatı həmişə riskə atırıq. Çünki ilk əməliyyatı qaçıra bilərik deyə. Ona görə də birinci əməliyyat həmişə bizdə riskə gedir. Strategiya barəsində məlumat almaq istəyənlər, əldə eləmək istəyənlər dostlar Instagram səhifəmizə birbaşa müraciət eləyə bilərlər və videodan gələnlərə əlbəttə ki 50% endirim yerindədir. Deməli belə görürük ki hal-hazırda şam dayanıb bir yerdə uşaqlar. Şam bir yerdə dayanıb, hal-hazırda şamımız bir yerdə dayanıb. Dayanıb. Aha, minusa gedirik dostlar. Yenə də minus bizdə. Çünki ortalarda açmışıq uşaqlar. Əslində nöqtələrdə açmaq lazımdır. Lazımlı yerlərdə açmaq lazımdır əməliyyatı. Gedək görək başqa yerdə nə var uşaqlar. European Index görək. Burada nə var? Aha, burada biz dostlar qırılmaya girə bilərik məncə. Gəlin qırılmaya girək dostlar. 2 dəqiqəlik yuxarı əməliyyat açaq. Məncə burada necə ola bilər? Gəlin bir dənə başqa böyük time frame-də baxaq. Baxaq görək böyük time frame-də nə göstərir. Aha, böyük time frame-də də biz görürük ki, gəlib, dəyib. Görürsünüzmü burada piklər var. 1 dayanma, 2 dayanma, 3 dayanma. Oradan hətta belə horizontal xətt burada var. Görürsünüzmü? Bax horizontal xətti atdım bura. Görürsünüz? Görürsünüz dayanma var, dayanma var, dayanma var. Burada da dayanma var və burada da belə bir şam məncə qırılmalıdır. Məncə belə bir şey olmalıdır burada uşaqlar. Yəni belə gəldi, bir qırılsın, gəlsin buralara heç olmasa, oradan korreksiya versin. Məncə belə bir şey olmalıdır. Görək necə olacaq. 5 dəqiqəlikdən keçək biz 1 dəqiqəliyə. Görürük ki yenə də ola bilsin ki burada koridor yaratsın özü üçün. Amma qırılma gözləyirdim mən, o da olmadı uşaqlar. Qırılma gözləyirəm konkret olaraq, belə bir böyük bir qırılma. Nə oldu bizdə? Nə qədər vaxtımıza qalıb ki? 25 saniyəmiz qalıb dostlar. Hələ ki yenə də qiymət yerində dayanır. Hərəkət yoxdur qiymətdə. Bu qırılmağını gözləyirəm mən. Polnu şəkil, əla bir şəkildə belə yuxarı bir qırılma gözləyirəm. Nə qədər 8 saniyəmiz qalır dostlar. Aha. Bəli, əməliyyatlarımız plusla bağlanır. Başlayanda balans bilmirəm nə qədərdir. Dostlar, özünüz bir dənə baxarsınız, yazarsınız zəhmət olmaz şərh bölməsində. Buradan əslində biz
yenə də məncə yuxarı əməliyyat aça bilərik. Bir 2 dəqiqəlik yenə də yuxarı əməliyyat açaq. 100 dollar həcmində dostlar. Əgər 100 dollar həcmində biz əməliyyat açdıqda bizim deməli gəlirimiz burada nə qədər, neçə faiz göstərir uşaqlar? Pribil ubıtıq 90% göstərir. 90%lik əməliyyatdır. Əgər bizim əməliyyatımız doğru olarsa, əlbəttə ki biz buradan 90 dollar plus götürəcəyik. Yəni 100 qoyuruq, 90 götürürük. Yəni 190 dollar öz yatırımımızla birlikdə götürəcəyik. Tak, yenə də burada görürük ki, dostlar, həqiqətən də qırılma baş verir. Bir dəfə, 2 dəfə, yenə də gedib aşağı gəlib, bir dəfə, 2 dəfə. Burada sadəcə belə bir 2 dənə şam və yaşıl şam görürsünüzmü? Yaşıl şam, bu iki şamın da ikisini də udub və belə bir uzun bir şam əmələ gəlib. Ona görə də düşünürük ki, dostlar, burada qırılma olacaq. Həmən qırılmanı da hal-hazırda görürük, dostlar. Qırılmanı da hal-hazırda görürük və əməliyyatımız bizim açıqdır. 100 dollarla əməliyyat açmışıq. 90 dollar qazanacağıq uşaqlar. Dostlar, kanalımızda ilk dəfə baxırsansa, dostum, bizdə çoxlu motivasiya videoları var. Yəni uğurlu insanların, biznesmenlərin həyatları haqqında videolar var. Ona görə də keçid alıb baxa bilərsən. Yəni bizim kanalda ümumiyyətlə vaxtını boş yerə keçirməyəcəksən. Çünki bütün kontent necə deyirlər, nəsə öyrətməyə çalışır. Əksinə videolara xırda-xırda az-az bax ki, hamısına birdən yüklənməyəsən ki, necə deyirlər, beyin götürməz yəni birdən-birə. Deməli belə, görürük ki, dostlar, 2 dənə böyük şamla hal-hazırda yuxarı gedirik. Yəni hal-hazırdakı qırılmadır bu, dostlar, və bizim əməliyyatlarımız plusla bağlanır. Əməliyyatlarımız deyəndə ki, əməliyyatımız plusla bağlanır, uşaqlar. Aha, plusla bağlandıq. Dostlar, bilmirəm artıq nə qədər qazanmışıq. Onu özünüz yazarsınız. Zəhmət olmasa, imkan varsa manatla da yazın. Yəni bunu bir dənə belə böyüdək. Deməli belə, dostlar, görək başqa yerdə nə var bizdə? Yaxşı bir moment varmı görək? Burada da koridor gedib bizdə. Tak, buradan yenə də məncə 2 dəqiqə 100 dollarla yuxarı əməliyyat aça bilərik uşaqlar. 100 dollarla yuxarı əməliyyat nəyə görə açılır? Hal-hazırda burada açıq bir şəkildə görürük ki, koridorun içində görə Urovni Fibonacci. Gəlin Fibonacci'dən istifadə eləyək bu dəfə. Fibonacci'dən istifadə eləyək uşaqlar. Götürək Fibonacci'ni, aparaq buralara qoyaq. Deməli, birini qoyaq biz ən pik nöqtəyə, balacanı isə aparaq aşağı buralara. Gəlin buralara aparaq. Aha, belə. Dostlar, görürsünüzmü? Fibonacci xətlərini qoyanda, baxın, başdakı xət, burada dəymə Fibonacci-ni çəksəydiniz, məsəl üçün, burada artıq Fibonacci çəkilsəydi, bura gələndə aşağı bir əməliyyat aça bilərdiniz. Görürsünüzmü? Ortadan da tam olaraq trend xəttini çəkib Fibonacci. Fibonacci ilə ticarət eləyə bilərdiniz, uşaqlar. Burada da görürük ki, biz həmən bu dayanmalardan yuxarı bir korreksiya olub, sonra isə aşağı bir qırmızı şamla korreksiya verilir. Məncə yenə də davam eləyəcək yuxarı qalxmağa. Burada görürsünüz, bağlaya bilərəm hal-hazırda əməliyyatı minimal risklə, az bir risklə. Burada isə biraz gəlirlə bağlaya bilərəm əməliyyatı. Amma mən gözləyirəm, dostlar, çünki məncə hələ qiymət yuxarı gedəcək. Burada qırılma əgər olmazsa, təbii ki, qırılma olarsa heç nə. Deməli belə. Görürük ki, hələ ki şam buralarda özü üçün oynayır. Şam oynayır özü üçün buralarda. Yəqin ki, minusla bağlayacaq bizi. Deməli belə. Fibonacci xətlərimiz var burada, uşaqlar. Oyda, burada qırılma oldu. Yox, artıq bura girməyin mənası yoxdur, uşaqlar. Dağıldı, getdi, pis günə qaldı. O
iş deyil artıq ora girmək. Biz bilmədiyimiz yerə girməyəcəyik. Gəlin burada bir Fibonacci ataq dostlar. Fibonacci köməkçi bir indikatordur. İndikator deyəndə ki, dostlar, xəttlərinizi çəkir sizin hazır şəkildə. Deməli, urovni Fibonacci. Hara düşdü o? Hər şey dağıldı, töküldü. Bu niyə belə qaçdı? Burada görək nəsə görmək olur ümumiyyətlə. OTC-dir özdə. Tak, Bitcoin. Gəlin Bitcoin-ə baxaq, görək Bitcoin-də nə var, nə yox. Bitcoin heç nə, Ethereum-da görək nə var, nə yox. Litecoin-də necədir vəziyyət? Vəbşi biabırçılıq. Basic altcoin index. İndeksdə görürük ki, dostlar, hal-hazırda deməli çöküntü gedir bizdə burada, amma təhlükəlidir. Yəni istədiyim situasiya deyil, 600-də. 5 dəqiqə niyə getdi? Gəlin 1 dəqiqə müddətinə açaq. Burada sadəcə dostlar aşağı trendin olduğuna görə, korreksiyadan sonra aşağı gedəcəyinə görə açıram. Sadəcə test eləmək üçün, görək necə olacaq. Tam belə ciddi qəbul eləməyin bunu. Bu da gəldi, dayandı burada. Elə acığım gəlir belə şamlar olanda. Bu dayanır, dayanır. Всё. Özə 1 dəqiqəlik açdım deyəsən, ay. 1 dəqiqəlik çox dayandı da. Bu nə edirsən buna? Bu dayandı, всё. Bu heç nə. Dayanıb. Bu dayandı. Hərəkət yoxdur, hərəkət. Aha, plusla bağlanırıq uşaqlar. Plusla bağlanırıq. Ayda 30 dollar всего neçə faiz idi? 30% imiş uşaqlar, 30%. Bax belə şeylərə fikir verin. Qazanc da qazanmına 30%. Ay. 30%. Əla bir situasiya, deməli 2 dəqiqə müddətinə açaq burada 200 dollarla uşaqlar, 200 dollarla açaq burada. Bayaqları çəkdiyimiz xəttlərdir dostlar. Görürsünüz ki, həmən xəttdə biz bayaqları başqa yerdə vaxt keçirdəndə, başqa valyutada, burada artıq gəldi bura gözəl bir situasiya var idi ki, yuxarı əməliyyat açmaq üçün. Biz indi gəldik buralarda açdıq, eybi yox, nəysə, yenə də aça bildik, nəsə çatdırdıq. Deməli, Asia Composite indeksdə 90%lik gəlirləndir dostlar. Ona görə də 200 dollar həcmində açmışıq. Əgər bizim əməliyyatımız doğru olarsa, əlbəttə ki, biz üstündə 180 dollar pul qazanacağıq. 180 dollar görürsünüzmü göstərir. Üstündə 180 dollar pul qazanacağıq. O pişi həcmdə 380 dollar öz yatırımımızdan bir yerdə. Deməli belə, AZN-lə nə qədər eləyir dostlar, özünüz də yazın. İndi görək hələ qazanacaqmı biz onu, yoxsa itirəcəyimi dostlar, hələ ki əməliyyatımız bağlanmayıb ona görə. Hələ ki vaxtımıza var uşaqlar. Buradakı situasiyalara baxdıqda biz təxmin eləyə bilərik ki, qiymət yuxarı gedəcək, amma belə bir şey də olur. Bir də görürsünüz ki, burada qiymət hələ oynayır özü üçün, ondan sonra çıxır gedir yuxarı. Yəni belə bir situasiyalar olmasaydı, belə bir necə deyirlər, anlar olmasaydı, təbii ki, bütün əməliyyatlar plus olardı. O gəldiyi kimi də qayıtsaydı dostlar, elə də olmur. Arada bir də görürsünüz ki, sürprizlər olur burada, sürprizlər. Dostlar, burada bizdə hələ risksiz əməliyyatlar da var, görürsünüzmü? Risksiz əməliyyatlarımız da var. Məsəl üçün 30 dollarlıq 2 dənə, 20 dollarlıq 2 dənə, 10 dollarlıq 2 dənə, 1 dənə, görürsünüzmü? Bunları açanda dostlar, əgər sizin əməliyyat minusa gedirsə, sizin balansınızdan pul getmir. Всё, əməliyyatımız plusla bağlanır dostlar və məncə bəs eləyərəm bugünlük, yoxsa bir dənə də əməliyyat açaq. Görək, baxın bunu yuxarı qaldırsaq,
Belə bir şey eləsək. Yuxarı qaldırsaq, belə. Biz görürük ki, dostlar, hələ ki koridorun içində qiymət oynayır. Ayda qəşəng bir situasiyaya gəlir çıxır bu. Gəlin belə eləyək də uşaqlar, risksiz əməliyyatlardan götürək. Risksiz əməliyyatı götürək və buradan bir dənə aşağı qoyaq. Sonra bir dənə də risksiz əməliyyat götürək. Bir dənə də yuxarı qoyaq uşaqlar. Əgər minus olarsa bizim balansımızdan pul çıxılmayacaq. Əgər plus olarsa bizim balansımıza pul gələcək. Life hack bilirdinizmi? Bilmirdiniz dostlar. İkisini birin yuxarı, birin aşağı eləyirsiniz. Minusa gedir biri, məsəl üçün balansınıza qayıdır, plusa gedir, artıq plusla qayıdır. Çünki risksiz əməliyyatlardır bunlar dostlar. Fərqi yoxdur hansı tərəfə getsə. Ona görə yəni dövriyyəniz nə qədər çox olsa, yəni bu real hesaba aiddir uşaqlar. Demo hesabda bu yoxdur. Görürük ki yuxarı gedir. İndi biz nə edəcəyik uşaqlar? Biz əsl öz pulumuzla, indi biz buranı boş buraxmamaq üçün nəsə əməliyyat açdıq. İndi biz öz pulumuzla yuxarı yuxarı gələk, dəysin ki, biz öz pulumuzdan bir dənə əməliyyat açaq aşağı. Nəyə görə aşağı dostlar? 1, 2 pik, bir dənə də pik gözləyirik ki, burada həmən pikdən bir dənə də aşağı əməliyyat açaq və bir dənə də gəlir götürək buradan. Yəni bir dənə deyəndə ki, 90 dollar. 100 dollar əməliyyat açdıqda. Aha, tak, görək. Gözləyirik dostlar, səbirli olmaq lazımdır. Burada elə bir moment ola bilər ki, məsəl üçün gəlin belə eləyək. Dostlar, gəlin bir şey göstərim sizə. Əgər indi alındıra bilsəm onu, haradaydı o? Yoxsa yox, buradadır. Deməli, dostlar, bura girirsiniz. Доходность любая, yox, время открытия. Burada по цене. Məsəl üçün götürürsünüz, qiyməti qoyursunuz dostlar. Hansı qiymətdə açılsın məsəl üçün. Aha, burada plus oldu bizdə. Gördünüzmü? Gedib tam olaraq yuxarı getmədi və qayıtdı oradan aşağı. Məsəl üçün buralara siz qoya bilərsiniz və zınqrov qoya bilərsiniz. Qiymət orasında məlumat versin sizin üçün və yaxud da ki, bura girib qiyməti yaza bilərsiniz. Məsəl üçün по цене qiymət hara çatanda açsın bizim üçün əməliyyat. Məsəl üçün 59, 51, 98. 59, 51, 98 məsəl üçün. 98, 98, доходность любая. Vəsə uşaqlar, gəlib ora çatanda bizdə əməliyyat açılacaq. Bura çatanda əməliyyat açılacaq. İndi bir dənə maraqlı olardı ki, elə video gedə-gedə bir dənə bura bir dənə şam dəysəydi, əməliyyat açılardı və bu videoya düşərdi. Hazır orderlər qoya bilərsiniz, hazır sifarişlərinizi qoya bilərsiniz. Həmən yerə çatanda məsəl üçün hop əməliyyat açılsın özü. Özü əməliyyat açılır, hansı tərəfə siz istəsəz məsəl üçün. Məsəl üçün burada biz qoyuruq, deyək ki, niже məsəl üçün. Vəsə. Baxın, gəldi düşdü bura. Əgər bura indi gəlib bizim şamımız dəysə dostlar, əlbəttə ki, buradan hop deyə aşağı əməliyyat açılacaq. Çünki biz bu sifarişi vermişik dostlar. Atmayın zayavku. Bunun üstünə də basanda dostlar, burada ləğv eləyə bilərsiniz. İstəsəz sifarişinizi ləğv eləyə bilərsiniz. Əla bir metoddur dostlar. Məncə əla bir instrumentdir, yəni alətdir. Bir də görürsünüz ki, qoyursunuz orderinizi və gedib işinizlə məşğul olursunuz. Qiymət ora çatanda gəlir, özü açır, özü də bağlanır. Gözləyirik dostlar, görürük ki, hələ ki qiymət gəlir, çıxır yuxarı, artıq yaxınlaşır oralara, bizim yerimizə yaxınlaşır. Dostlar, zəhmət olmasa bura kimi baxmısınızsa videoya like qoyun. Bugünkü video haqqında fikirlərinizi bildirin. Əgər video beləncənə videolar sizin üçün maraqlıdırsa, əlbəttə ki, çəkməyə davam eləyərik biz. Hər gündə video paylaşaram. Sadəcə videoya dəstək olun ki, mənim də motivasiyam olsun nəsə paylaşmağa. Baxın,
Bir punkt qalmış, gəlib dəymir ora. Davay, bir dənə də, aha. Bir dənə də dostlar bir talçok versə, yəni tullansa, əlbəttə ki, bizim əməliyyatımız açılacaq. Biraz da o əla dostlar, əla. Bizim əməliyyatımız açıldı uşaqlar. Əməliyyatımız açıqdır hal-hazırda. Baxa bilərsiniz, сделки. Görürsünüzmü? 2 dəqiqəlik dostlar əməliyyat açıldı $100 həcmində. $100 həcmində əməliyyatımız açılıb. Aha. Gördünüz də dostlar, sol tərəfə baxırıq. Xəttlərimizi çəkdik. Görürsünüzmü? Koridor var. Koridorun ortasında qiymət gedir. Görürsünüz, bir pik. Baxın. Minimum, pik. Minimum, pik. Pik, minimum. Düzdür, burada biraz dağılıb olan şeydir, bazarda normaldır. Burada da pik və şam aşağı. Beləsinə orderlər saxlayaraq dostlar, siz də qazanc əldə eləyə bilərsiniz. Deməli belə. Aha, görək necədir burada vəziyyət. Baxaq görək. Aha, şamımız tam özünə güvənəndir. Görürsünüzmü? Şam analizinə gəldikdə özündən əvvəlki yaşıl şamı tam olaraq yeyib. Yəni yemək də o deməkdir ki, dostlar, yəni bu şam çox özünə güvənən və güclü bir şamdır və necə deyirlər, trendin aşağı getməsi daha məqsədə uyğundur. Tak. 28 saniyəmiz qalıb, bir igidin ömrüdür burada uşaqlar. Dostlar, bizim kanaldan uşaqlar varsa, bizim Uğur Kapitaldan uşaqlar varsa yazın dostlar, qrup haqqında məlumat yazın əlbəttə ki, çünki yeni dostlarımız da var, prosta fikirləşirlər ki, gedim oraya, yox, narahat olmayın, bizim qrupda sizdən heç kimlə pul istəməyəcək, nə də ki bir şey, yəni qrup sadəcə bağlıdır, hər yoldan keçən ora girməsin deyə. Aydın oldu mu uşaqlar? Əməliyyatımız plusla bağlanır dostlar və bugünlük bu qədər uşaqlar. Zəhmət olmasa mənim yadımdan çıxdı həqiqətən də. Burada nə qədər summa var idi, nə qədər biz qazandıq, nə qədər bu Azərbaycan manatı ilə eləyir. Zəhmət olmasa şərh bölməsində fikirlərinizi bildirin, fikirlərinizi yazın, konkursda iştirak eləyin. Hər həftə dostlar bizdə 100 manat sizdən birinizə veriləcək. Ona görə də dostlar aktiv olun və pozitiv olun dostlar. Oldu. Çox sağ olun videoya baxdığınız üçün. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik uşaqlar.